Nüsrət müəllim böyük şairliklə bağlı, həm də musiqini gözəl bilirdi. Çox gözəl musiqi anlayışı vardı. Bəli, çox gözəl hiss edirdi. Bir musiqiyə qulaq asanda deyirdi, mənim fikrimcə bu belə olmalıdır, bu belə olmalıdır. Mənim hardan bilirsən bunu? Dedi, mən onu hiss edirəm. Görürdüm, o qədər yerində deyir ki, o fərqləri ki, bu belə olmalıdır. Və çox sevdiyim, çox hörmət elədiyim bir şair və bir müğənni haqqında danışır ki, o qədər gözəl oxuyur. Qoy, mən bir dəfə onu gətirim, bizim orada ansamblımız var idi. Gətirim, bu xanım burada bir dəfə qulaq asın, dinləyin də onu. Dedim, böyük məmnuniyyətlə, əgər siz tərifləyirsinizsə, bu elə belə müğənni deyil. Və günlərin bir günündə Nasber xanımla gəldi, həmin o bizim oturduğumuz ocağa. Hansı mahnını ifa elədi yadımda deyil. Ancaq onu bilirəm ki, bütün nə qədər ansambl var, hamımız donub qalmışdıq ki, Azərbaycanda belə bir xanım var imiş, sən deyil.